Ötən həftənin ən yadda qalan, gündəmə damğa vuran hadisələrindən biri Qarabağ Sabah oyunu ilə bağlı Affa İntizam Komitəsinin verdiyi qərar oldu. Daha doğrusu qərarsızlıq oldu. Qarabağ Sabah oyununda bilirsən ki, 84-cü dəqiqədə aləm bir-birinə dəydi. Dambraskasın köməkçisi, səhv etmirəmsə İtaliyalı mütəxəssisidir, bir qeyri-etik jesti olmuşdu. Qurban Qurbanov yerində reaksiya vermişdi, üzr istəmişdilər. Yəni bu qədər qalmaqalın fonunda İntizam Komitəsi heç bir qərar çıxartmadı. Heç bir cəza kəsilmədi. Bildirdilər ki, görüntü yoxdur və İcra Komitəsinin qərarından bir neçə dəqiqə sonra deyərdim ki, həmin o görüntülər mətbuata ötürüldü və mətbuatda işıqlandırıldı və açıq-aydın görünür ki, orada hadisələr necə cərəyan edib. Gözlürdümü belə üzərindən sükutla keçiləcəyini o boyda qalmaqan? 6 dəqiqə oyun dayanıb, nə bilim, məşqçilər korpusu bir-birinə girib, dava, qırğın və sonunda məlum olur ki, heç kimə heç bir cəza verilmir. İndi çox yaxşı bir nöqtəyə toxundum. İstəyirsən, mən öz başıma gələn bir misaldan o belə bu sən verdiyin sualı ora bağlayayım. Bax, deməli, biz bilirsən ki, keçən il çempionatda qalma uğrunda çıxış eləyirik və sondan birinci tur getmişik Yevlaxa, Qaradağ Röhbətanda. Getmişik Yevlaxa. Deməli, 2-0 ilk hissə bitib, qalib gəlirik. Yəni, çempionatda qalma uğrunda qızıl yox, platinyum xallardır da bizim üçün. Təsəvvür elə, ikinci dövrə, yəni oyunun ikinci dövrəsi, elə bir dəyişiklik oldu ki, hakimlər tərəfdən, biz meydanın mərkəzini keçə bilmirik. Nəysə, çox detallara girmirəm, nəysə. Oyun 2-2 bitdi, 2-2 bitdi və bizim liqadan düşmək şanslarımız, qalmaq şanslarımız bitdi. Oyun qutardı, mən çıxdım çölə, əsəbi idim, çıxdım çölə, bir dənə yandırım. Nəysə, gördüm ki, səs gəlir o hakimlərin olduğu tərəfdən. Bizim uşaqlar su gəlmirdi Yevlaxda. Uşaqlar çıxıblar çölə ki, bəs su gəlmir nəbinə. Nəsə, orada da hakimlər görüblər, başlayıblar ki, siz bizi belə elədiniz, Allah sizin bəlavızı versin falan filan. Mən də bunu eşitdim, girdim içəri. Uşaqları dedim ki, davay siz gedin soyunub geyinmə otağına və bir kəlmə söz dedim ki, görürsünüz bu boyda insanın 30 nəfər burada çalışır, bəlkə 30 nəfər də bizim o bazamızda çalışır da, siz bu qədər insanın, bu qədər ailənin çörəyi ilə oynayırsınız da, bunu dedim, çıxdım. Heç nə. Üstündən 2 gün keçdi, bütün sahiblər yazıb ki, Amid Qulzadəyə 4 oyun elə bir ki, cəza verilib. Mən də şoka düşmüşəm, həqiqətində ümumiyyətlə ağlıma gəlmir də, yəni nə ola bilər. Zəng eləmişəm, soruşuram ki, bəs mən neynəmişəm, axı, oyunda mənə qırmızı kart verilməyib, oyundan sonra verilməyib, bu nədir? Deyir, bəs sən oyundan sonra etiraz eləmişsən hakimlərə. Deyirəm, mən hakim görməmişəm, axı, necə etiraz eləmişəm hakimə? Deyir, yox, oyun bitdikdən sonra, çox sonra sən gəlib hakimlərin otağın qabağında nəsə demişsən. Deyirəm, qardaş, bu sən görməmişsən heç nəyi. Orada polis əməkdaşları olub, düzdür. Əgər mən neysə bir qalmaqal eləsəydim, aləm qarışardı, bir video görüntü olardı, düzdür. Mənə çəkərdilər və yaxud da polis əməkdaşları araya girərdi. Yəni sən bir dənə hakimin və yaxud da inspektor olub, kim olub bilmirəm, orada bir dənə kəlməsinə gətirib mənə 4 oyun versən. Yəni bu necə bir haqdır, bu necə bir intizamdır. Bu necə bir, necə deyərlər, o ədalətdir. Bu ədalət deyil axı. Onda mən deyirəm ki, yaxşıdır, əgər mən elə bir şey eləmişəmsə, mən hər şeyə razıyam. Gəlim Affaya, ya hara lazımdır ora, oturaq həmən insanlarla, o insanlar desin ki, Amid müəllim bizə bir dəfə təhqir eləyib, səs qaldırıb, nəyəsə nalayiq bir ifadə işlədib, mənə 4 oyun yox, 44 oyun verin, mən razıyam. Bir insanın bir sözünə görə 4 oyun 500 manat cərimə verilmək mümkün deyil axı bu. Başa düşürsə demək istəyirəm. İndi niyə onu deyirəm? Sən belə ki, sözün o jestdən ağır olur. Yəni, valla başa düşmədim. İndi bu, sən dediyin məsələdə də, yəni o jest ki var idi, Yəni onun üstündən, bilmirəm, əslində normalda
Sabahda nizam, məsəl üçün Sabah həmin oyundan sonra Qəbələ ilə kubok oyununa çıxdı və mən bilirəm ki, yəni dəqiq məlumatdır. Oyundan sonra Dambrauskas gedib Qəbələnin soyunub geyinmə otağına KXB Xakkari ilə görüşüb futbolçulara deyib, təbrik eləyib onlara, deyib ki, çox sağ olun belə göstərdiyiniz oyuna görə. Yəni belə bir mülayim, belə intelligent, centilmen bir insandır komandanın baş məşqçisi. Yəni həqiqətən də o alqışlamağa dəyər o göstərdiyi o jestə görə. Belə gözəl insanlar, belə gözəl insan, belə deyək də, hərəkətini biz alqışlayırıq, düzdür? Amma sən demişkən, yəni dünyanın harasında olur olsun o jest, yəni ortada görüntü də var da. Yəni görüntü olmasa, deyərik ki, görüntü əslində sonradandır da. Deyirlər, həm hakimlər, daha doğrusu oyunun inspektoru qeyd etməyib məsələni, həm də görüntü yoxdur. Qərar açıqlanandan sonra görüntü çıxdı. Okey, görüntü yoxdur Ahmet. Burada bir məsələ var ki, amma ən azından CBC Sportda kadrlar düşür ki, Qarabağın ehtiyat skamyası kütləvi şəkildə gedir Sabahın ehtiyat skamyasına. Mən onu biləm niyə elə olub, amma deməyəcəm. Başımız ağrımasın. Burada bilirsən nətərdir? Biraz məsələni daha çox istiqamətləndirdilər Sabah komandasına da. Sən də sıqaqarda keç başqa təqvəyə keç. Yox, niyə keçək? Biz ümumiyyətlə gündəmin mövzusudur. Bizim izləyicilərimiz üçün də maraqlıdır. Məncə danışmağımızda Neftçidə qol var, olar. Qol vuruldu Neftçidə, yoxdur? Və bu barədə danışmaq istəmirsən də. Başım bırak, başım Yox, mənim müəyyən fikirlərim var. Mən o fikirləri mütləq səsləndireyim, Ahmet. Bəli, kadrlar yoxdur, amma CBC Sport kanalında açıq-aydın görsənir ki, Qarabağın məşqçilər korpusu Sabahın məşqçilər korpusuna doğru gedir, özü kütləvi şəkildə qalmaqal düşür, oyun 6 dəqiqə dayanır, hakimlər də bunu görür, futbolçular da ora gəlir. Yəni bildiyim bir insident yaşanır orada. Ən azı bu araşdırılmalıdır, bu mütləqdir. Digər tərəfdən Dambraskasın elə mətbuata açıqlaması var, adam üzr istəyir. Demək ki, hadisə baş verib ki, üzr istəyir. Qurban Qurbanovun açıqlaması var, üzr tələb eləyir. Demək, sağ ol Nəsib, sağ ol. Demək ki, hadisə olub ki, tələb eləyir. Bu məsələnin bir tərəfi. Digər tərəfdən əksəriyyət düşünür ki, Sabahın köməkçi məşqçisinə bilərəkdən cəza verilməyib. Amma bu absurddur. Mən bu fikirləri, biz məsələn Sabah Qəbələ oyununda hakim qərarın özün gördün ki, hansı formada tənqid elədiyi, sərt tənqidimiz oldu, amma bir qədər də ədalətli olmaq lazımdır. Güya özün baş məşqçi olmusan, amma köməkçi məşqçiyə ona oyun versinlər. O ciddi mənada nəyi dəyişir ki, orada olmadı, oldu tribunada. Bu ciddi mənada. Həm də ki, bu məsələ araşdırılsa, mən düşünürəm ki, həm də Qarabağ tərəfi cəzalandırılacaq. Əslində Qarabağ tərəfindən də söhbət ondan gedir də. Jest doğru deyil, amma ora bir hücum da var axı. Bəli, bəli. Doğrudur. Bəli, Qarabağın məşqçilər korpusunun mən anlayışla qarşılayıram ki, o jestdən sonra orada istənilən Azərbaycanlı dura bilməzdi. Amma qaydalarla məncə Qarabağ tərəfi də, məşqçilər korpusu da cəzalanacaq bu araşdırmadan sonra. Və mənim bildiyim qədərilə Sabah komandası mətbuata açıqlamasa da daxildə həmin məşqçi ilə bağlı da tədbir görülüb. Sərt xəbərdarlıq olunubdur. Həmin məşqçiyə normaldır bu əslində. Və bu kadrlar çıxıb mətbuata, amma məndə olan informasiyaya görə ki, bu kadrların davamı da var. Bu tək bəli, tək bundan ibarət deyil bu kadrlar. Həm Qarabağ cəbhəsində, həm Sabah cəbhəsində bu kadrların tam aydın davamı da var və davamında ixtişaş tam başqa şeylərdən xəbər verir və cəzalar daha ağır ola bilər. Heç kim düşünməsin ki, AFFA İntizam Komitəsi təkrar baxıb bəlkə gözləyirlər ona görə. Bəli, yalnız Sabahın köməkçi məşqçisi cəzalanmayacaq. Bunu bir mənalı bilsinlər. Cəzalar çox olacaq, amma təkcə oyun sayı ilə də deyil cəzalar, həm də maddiyyatla bağlıdır. Kifayət qədər böyük rəqəmlərdən söhbət gedir. Həm də bu məsələdə Ahmet alqışlamaq lazımdır. Niyə? AFFA tərəfini biz ictimai qınağa operativ reaksiya verdilər və təxminən bir neçə saat sonra artıq AFFA-nın rəsmi açıqlaması oldu ki, məsələ yenidən araşdırılacaq. Yenidən baxılacaq məsələ. Bəli, video yayıldığına görə kütləvi informasiya vasitələrində məsələ yenidən araşdırılacaq və son qərar veriləcək.